Sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın məhkəmə prosesi davam etdirilir. Ətraflı məlumatları hazırda birbaşa bağlantıda olan əməkdaşımız Südabə Cahangirli bizə çatdıracaq. Buyurun, efirdəsiz. Hər vaxtınız xeyirli olsun. Vaxtilə Ermənistan silahlı qüvvələrinin qalıqları və qanunsuz erməni silahlı dəstələri Azərbaycanın yaşayış məntəqələrini, kənd və qəsəbələrini, şəhərləri, mülki vətəndaşları hədəfə götürəndə, atəşə tutanda, yaralıların təxliyə olunmasına, həlak olanların cəsədlərinin götürülməsinə belə imkan vermirdi. Bunu təqsirləndirilən şəxs Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində olan cinayət işi üzrə açıq keçirilən məhkəmə prosesində ifadə verən zərərçəkənlər deyirlər. Onlar ifadələrində bildirirlər ki, yaralıları təxliyə etmək üçün hadisə yerinə gedən tibbi yardım avtomobillərini düşmən raketlə atəşə tuturdu və nəticədə tibb işçilərinin, tibbi xidmət əməkdaşlarının özlərinin yaralanması nəticəsində orada olan yaralı vətəndaşlarımızı hadisə yerindən təxliyə etmək mümkün olmayıb və nəticədə vətəndaşlarımız həlak olublar, həyatlarını itiriblər. Məhkəmə prosesində ifadə verən zərərçəkmişlərin bir hissəsi isə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi, məqsədli şəkildə həyata keçirdiyi mina terrorunun nəticəsində zərər çəkən insanlardır. Onlar ifadələrində bildirirlər ki, əsasən tank və piyada əleyhinə minaların partlaması nəticəsində zərər çəkiblər. Yaralanıblar, yanlarında olan bəzi vətəndaşlarımız həlak olublar. Eyni zamanda hansı ki, həmin o ərazilərdə tikinti, quruculuq, abadlıq işləri ilə məşğul olan vətəndaşlarımız olub ki, o quruculuq işlərində istifadə olunan texnikalar da yararsız vəziyyətə düşüb və vətəndaşlara, dövlətə külli miqdarda bununla bağlı zərər dəyib. Məhkəmə prosesini ifadə verən zərərçəkmişlər bildirirlər ki, bütün bu cinayətlər məqsədli şəkildə həyata keçirilib. Çünki həmin vaxtı ərazilərimiz, yaşayış məntəqələri, vətəndaşlarımız müxtəlif tipli, iri çaplı silahlarla atəşə tutulurdu. Proses hazırda davam edir. Zərərçəkmişlərin və zərərçəkmişlərin hüquqi varislərinin ifadə verməsi ilə eyni zamanda məhkəmə iclasında iş üzrə keçən çoxsaylı sənədlər, sübutlar var ki, onlar da məhkəmə prosesində bir-bir araşdırılır, tədqiq olunur, elan olunur və müxtəlif video materiallar, fotomateriallar da məhkəmə iclasında nümayiş etdirilir və tədqiq olunur. Açıq keçən məhkəmə iclası ilə bağlı biz xəbərlərin növbəti buraxılışında daha geniş məlumatları çatdırmağa çalışacağıq. Hələlik isə iclas davam edir və bizim bu saata Bakı məhkəmə kompleksinə çatdıracaqlarımız bu qədər deyərək sözü yenidən mərkəzə studiya ötürürük. Təşəkkür edirik Südabə, sizə ətraflı məlumatlara görə davam edirik.